Depresiya gözəl bir şeydir. O sənin iç dünyandan xəbər verir. Sənin ruh halını sənə göstərir. O göstərmək istəyir ki, yolunda getməyən nələrsə var. Ağrılar var. Bəlkə də depresiyanın illərcə bastırdığın qəzəbin ifadəsidir. İndi vulkan kimi püskürür sanki, etiraz eləyir o bastırdığın qəzəbə, içində gizlətdiyin kədərə. İndi özünü göstərmək istəyir. Bəlkə də çox yorulduğu üçün, susmağından yorulduğu üçün səni sanki silkələmək istəyir. Özünə gəl, mənə bax. Depresiya sənə deyir ki, yolunda getməyən nəsə var. Bu sadəcə görünən üzüdür. Çox dərin bir problem var. Sənin özünlə bağlı, görmədiyin, eşitmədiyin, hiss etmədiyin bir problem var. Bu bəlkə də ruhunun sənə etirazıdır. Sənə demək istəyir ki, illərcə sən özün olmamısan. Ya sevilmək üçün, ya tək qalmamaq üçün. Bəli, acı bir dillə sənə deyir. Səni çox ağrıdaraq, səni bəlkə də həyatdan küstürərək oyatmaq istəyir. Əgər fərqinə varmasan, depresiya bəli sənin üçün böyük yük ola bilər.